Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Mütaliəmizə davam edirik. Наша задача человека заключается в удерживании мыслей о том, чего мы хотим. Задача həm məsələ deməkdir, həm vəzifə deməkdir. Kontekstdən asılı olaraq burada vəzifə götürəcəyik. Bizim vəzifəmiz, insanın vəzifəsi заключается в удерживании мыслей о том, чего мы хотим. Zaключаться в чем o deməkdir ki, nədənsə ibarət olmaq. Yəni bizim vəzifəmiz biz nəyi istəyiriksə, o haqqda olan fikirlərin saxlamağımızdan, mühafizə etməyimizdən ibarətdir bizim vəzifəmiz. Нам нужно абсолютно ясно уяснить себе, чего мы хотим. Bizə lazımdır qəti şəkildə dəqiq, yəni aydın şəkildə aydınlaşdırmaq özümüzə nəyi biz istəyirik. Bir də burada bir şey demək istəyirəm, fonetik qaydanı. Ya hərfinin üzərinə udareniya, yəni vurğu düşməyəndə biz onu əgər samitdən sonra gəlirsə i kimi tələffüz edirik, saitdən sonra miyahki və yaxud da tverdi znakdan sonra gəlirsə yi kimi tələffüz edirik. Burada da uyasnit yox, uyisnit deyirik. Bu cümləni tərcümə etdik. Bizə lazımdır qəti şəkildə aydınlaşdırmaq özümüzə nəyi biz istəyirik. Таким способом мы приводим в действие один из величайших законов Вселенной – закон притяжения. Bu yolla, таким способом, bu vasitə ilə, способом, üsulla daha doğrusu. Таким способом, bu üsulla мы приводим в действие, biz hərəkətə gətiririk один из величайших законов Вселенной, kainatın ən güclü qanunlarından birini, закон притяжения, cazibə qanunu. Вы становитесь тем, о чем больше всего думаете, и вы притягиваете то, о чем больше всего думаете. Siz olursunuz o şey olursunuz ki, о чем больше всего думаете. Ən çox nəyi düşünürsünüz? Siz özünüzə çəkirsiniz onu, nəyi ən çox düşünürsünüz. Ваша жизнь сейчас – это отражение ваших прошлых мыслей. Sizin indiki həyatınız, yəni sizin həyatınız indi, это отражение, əksidir nəyin? Ваших прошлых мыслей. Sizin əvvəlki düşüncələrinizin əksidir. Вся жизнь, bütün həyat, не только великое и прекрасное, но и то, чему вы не придаете особого значения. Bütün həyat təkcə böyük, gözəl şeylər yox, həm də nəyə siz xüsusi bir məna verirsiniz. Hamısı. Yəni sizin həyatınızda olan hər şey sizin düşüncələrinizdir. Fərqi yoxdur, böyük və yaxud da gözəl şeylər olsun. Eləcə də kiçik bir şeylərdir ki, hansılar ki biz gün ərzində fikir vermirik, onlara anlam vermirik. Hamısı bizim düşüncələrimizin nəticəsidir. Cümlənin mənası budur. Поскольку вы притягиваете к себе то, о чем больше всего думаете, очень легко определить, какие мысли о каждом аспекте жизни преобладали в вашей голове, ведь именно их воплощение вы получили в итоге. Cümlə çox uzun oldu. Cümləni iki hissədən ibarət belə tərcümə edəcək ki, mənası da aydınlaşsın. Bura kimi birinci tərcümə edəcək, amma birinci ilə buradan başlayacaq. Очень легко определить. Çox asan şəkildə müəyyən etmək olar. О чем больше всего вы думаете? Siz ən çox nəyi düşünürsünüz? Поскольку вы притягиваете к себе. Siz özünüzə nəyi çəkirsiniz? Yəni, поскольку deməkdir ki, поскольку səbəb bildirir. Yəni, baxanda ki, siz özünüzə nəyi çəkirsiniz, oradan çox asanlıqla müəyyən etmək olar ki, siz ən çox nəyi düşünürsünüz? Какие мысли о каждом аспекте жизни преобладали в вашей голове? Hansı fikirlər
о каждом aspekti жизни, həyatın hər aspekti haqqında hansı fikirlər sizin başınızda üstünlük təşkil edirsə, ведь именно их воплощение вы получили в итоге. Axı məhz həmin təzahürü siz əldə edirsiniz yekunda. Yəni nəyi düşünürsüz, onun təzahürünü yekunda əldə edirsiniz. Но теперь вы учитесь понимать и использовать тайну. А с этим знанием вы сумеете изменить все. Amma indi siz öyrənirsiniz anlamağı, başa düşməyi və istifadə etməyi, yəni sirri anlamağı və istifadə etməyi. А с этим знанием, bu biliklə isə вы сумеете изменить все. Siz bacaracaqsınız hər şeyi dəyişməyi. Если вы видите что-то в воображении, скоро вы будете держать это в руках. Əgər siz görürsünüz nəyisə воображение, yəni təxəyyülünüzdə, fantaziyamızda, fikirlərinizdə, xəyalınızda bunu görürsünüzsə, tezliklə siz bunu əllərinizdə tutacaqsınız. Yəni bu gerçək olacaq mənasındadır. Если вы сможете думать о том, чего хотите, и сделаете это вашей главной мыслью, вы обязательно притянете желаемое в свою жизнь. Əgər siz bacarsanız düşünmək o том, чего хотите, yəni nə istəyirsinizsə o haqda düşünməyi bacarsanız, и сделаете это вашей главной мыслью, və əgər bunu etsəniz, sizin ən əsas düşüncəniz etsəniz, вы обязательно притянете желаемое в свою жизнь. Siz mütləq arzuladığınızı öz həyatınıza çəkəcəksiniz. Görürsüz, burada udarение yanın üzərində olduğuna görə yanı olduğu kimi tələffüz edirik. Притяните deyirik. Майк Дули, писатель и lектор международного уровня. Pисатель bilirsiniz, yazışı deməkdir. Lektor müazirə deyən, müazirə oxuyan. Leksiya sözünü bilirsiniz də. O leksiyanı deyəndə lektor adlanır. Международный beynəlxalq уровень səviyyə deməkdir. Yəni beynəlxalq səviyyədə mühazirəçi. Этот принцип можно выразить в 3 простых словах. Мысль становится вещью. Bu prinsipi 3 sözdə ifadə etmək mümkündür. Düşüncə cisim olur. Становится cisim. Становиться feili стать feilinin en esvesidir. С помощью этого могущественного закона ваши мысли становятся вещами вашей жизни. С помощью köməyi этого могущественного закона. Bu böyük qanunun köməyi ilə ваши мысли, sizin düşüncələriniz становятся olur vişyami вашей жизни. Sizin həyatınızın cisimləri olur. Yəni artıq maddi şəkildə olur o. Maddi şəkildə burada puldan söhbət getmir. Yəni bir var düşüncə, bir də var ki predmet kimi, maddiyat kimi. Biz onu görürük. Ваши мысли становятся вещами. Sizin düşüncələriniz cisim olur. Повторяйте эту фразу про себя и позвольте ей проникнуть в ваше сознание и восприятие. Bu frazanı təkrarlayın özünüzdə, yəni pro-себе o deməkdir ki, biz deyirik ürəyində danış, ürəyindədir. Ürəyinizdə təkrarlayın, yəni sakit özünüzdə. И позвольте ей və ona icazə verin проникнуть, nüfuz etsin в ваше сознание, yəni nüfuz etsin, hopsun sizin şuurunuza və vосприятие də qavrama deməkdir. Bir şeyi mənimsəmə, qavrama, qəbul etmə. Bu deməkdir. Bunu bir sözlə ifadə etmək olmur Azərbaycan dilində. Ваши мысли становятся вещами. Sizin düşüncələriniz cisim olur. Многие люди не понимают, что мысль имеет собственную физическую чистоту.
Çox insanlar başa düşmür ki, мысль, düşüncə, fikir имеет собственную физическую частоту. Düşüncə, fikir malikdir. Nəyə malikdir? Xüsusi fiziki tezliyə malikdir. Onun, yəni xüsusi fiziki tezliyi var. Tezliyi də bilirsiniz nə deməkdir? Çistota əslində daha çox indi məşhurdur bu söz, frekans sözü. Frekans. Yəni hər bir düşüncə özünün xüsusi fiziki frekansına malikdir. Мы можем измерить мысль. Biz düşüncəni ölçə bilərik. И если вы думаете об одном и том же снова и снова, если вы рисуете в своем воображении, как вы получаете новую машину, нужную сумму денег, создаете компанию, находите родственную душу, если вы представляете, как это должно выглядеть, вы постоянно излучаете определенную мысленную частоту. И если вы думаете об одном и том же снова и снова, əgər siz düşünürsünüz eyni şeyi об одном и том же, eyni şeyi снова и снова, dəfələrlə, təkrar, если вы рисуете в своем воображении, əgər siz öz təxəyyülünüzdə çəkirsiniz, yəni şəklini çəkirsiniz, как вы получаете новую машину, siz necə təzə maşını əldə edirsiniz, нужную сумму денег, lazım olan məbləğdə pulu, создаете компанию, şirkət yaradırsınız, находите родственную душу, doğma insanı tapırsınız. Duşa əslində ruh, can deməkdir. Həm də adam kimi də bu kontekstdə tərcümə oluna bilər. Çünki doğma insanı bu nə deməkdir? Ruh eşini tapırsınız. Если вы представляете, как это должно выглядеть, əgər siz təsəvvür edirsiniz, necə bu görsənməlidir, вы постоянно излучаете определенную мысленную частоту. Siz daima yayırsınız müəyyən düşüncə tezliyini, yəni frekansını. Bugünlük də bu qədər əziz izləyicilər. Növbəti mütaliədə görüşənədək.